Oyandıqdan sonra güclü çaşqınlıq, insan harada olduğunu, saatı, kiminlə danışdığını anlamaqda çətinlik çəkir. Reaksiyaların ləngiməsi, suala gec cavab verir, sanki beyni donmuş kimidir. Nitqin bulanıq olması, sözləri qarışdırmaq, anlaşılmaz danışmaq, əsəblik və aqressiya, qəfil oyadılan insan qışqıra, itələyə, aqressiv reaksiyalar verə bilər. Gözlərin açıq olsa da tam ayıq olmaması, insan baxır, gəzir, hətta danışır, amma tam şuurlu deyil. Hadisəni sonradan xatırlamamaq, epizoddan sonra mən bunu etmişdimmi deyə soruşa bilər. Güclü yorğunluq hissi, oyandıqdan sonra belə beyin yorğun qalır. Səhərlər yataqdan qalxmamaq, çətinlik çəkmək, alarmı söndürüb yenidən yatmaq, avtomatik davranışlar, telefonu götürmək yerinə su içmək kimi davranışlar göstərə bilər. Həmçinin gün ərzində beyin dumanı, diqqətin azalması və mental bulanıqlıq da saydığım əlamətlər yuxu sərxoşluğunun əlamətləridir. Yaranma mexanizması odur ki, beynin bir hissəsi artıq oyansa da, digər hissələri hələ də yuxu rejimində qalır. Xüsusilə frontal korteks, diqqət sistemi, orientasiya mərkəzləri tam aktivləşmir. Bu vəziyyət xüsusilə dərin yuxudan qəfil oyandıqda, yuxusuzluq zamanı, stres və emosional yüklənmədə, növbəli işlərdə, bəzi psixiatrik pozuntularda daha çox güclənir. Vaxtında müalicə olunmasa ciddi yuxu pozuntusu və kognitiv funksiyalarda zəifləməyə səbəb ola bilər.